Anam üçün edə bilmədiyim o qədər şeylər olub ki, kaş indi deyirəm, olardı mən onları onun üçün necə eləyərdim. Mən onda işləmirdim. Anam xəstə idi. Göyməkçid var 28 tərəfdən. Anam banizada yatırdı, pulumuz da yox idi. Bilmədim ki, əlimi ara uzadım ki, mənə kimsə dəstək olsun. Pul da yox, işləmirəm. Çox məbləğ gedirdi xəstəliyinə, həkimlərə. Getdim məclisə. Orada dedim ki, xahiş edirəm sizdən, mənim anama qan lazımdır, qan verin. Axund açıqladı ki, belə bir xanım gəlib, anası ağır vəziyyətdədir, ona plazma və qan lazımdır. Bir xanım idi, mənə 100 manat pul çıxartı verdi. Dedi ki, mən qan verə bilmirəm, bu pulu götür. Az da olsa anan üçün bunu istifadə edir. Mən o pulu qətiyyən götürmürdüm. İsrarla mənə pul. Dedim, mən bura pul üçün gəlməmişəm, mən bura qan üçün gəlmişəm. Və mən götürdüm o pulu, tez qaçdım banisaya, ayaqlarını soyuq. Getdim Semaşka banisasına, tez verdim həkiməyə, anama qan vurun. Yəni, qalırdım banisanın yolunda, deyirdim ki, ay Allah, mən necə özümə çıxış yolu tapım, özümdə düşünürdüm. Mənim anam rəhmətə gedib, bugünkü gün nəyim varsa, bir tek onu görmək üçün hamısını verərəm. Yəni, insan həyatda çox çətinliklər çəkdikcə, düzdür, həyat onu bərkidir, amma kövrək olur insan. Ağlayır, özündən asılı olmur, ürəyi dolu olur. Çəkdiyi o əziyyətli günlər, anlar, dəqiqə bə dəqiqə, saniyə adamın gözünün önündən keçir ki, mən o əziyyətləri necə çəkib bu yerə gəlmişəm, necə oldu ki, mən gəldim bu yerə çatdım.